İnsan nə qədər böyüyürsə böyüsün, neçə yaşına çatırsa çatsın, ata evinə qədəm basdığı an yenidən uşaqlığına qayıdır. Orada həmişə uşaq olur. Çünki bəzi yerlərin istisi heç vaxt keçmir. Eynən ata evinin bu həyəti kimi. Bura ayaq basanda ruhum dincəlir. Həyətdəki gilas ağacı artıq bar verib. Budaqlarından qırmızı meyvələr boylanır. Onun kölgəsində isə anamın sevgi ilə bəslədiyi, qardaşımla birgə böyüdüyümüz bu həyətin rəngbərəng çiçəkləri açıb. Bu çiçəklərin ətri, gilasların rəngi mənə uşaqlığımın ən gözəl ailə xatirələrini pıçıldayır. Bu həyətin istiliyi sadəcə fəsillərlə bağlı deyil. Burada anamın nəvazişi, qardaşımla keçən uşaqlığım və atamın əbədi qayğısı gizlənib. Dünyanın harasına getsəm də, məni isidən, hamımızı birləşdirən ən təhlükəsiz sığınacağımız həmişə bura olacaq. Çünki bizi biz edən böyüdüyümüz o kiçik həyətlər və heç vaxt unudulmayan xatirələrdir. Bu doğmalığı, bu səmimiyyəti, birlikdə yaşamağa davam etmək və yeni hekayələrimdə yanımda olmaq üçün kanala abunə olmağı və bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək.